özlərini düşünür. Tamam. Dəyər verirəm, dəyərsiz oluram. Dəyərsiz hiss etdiyimə görəmi mən dəyər verməyə çalışıram? Əslində mən özümü necə hiss edirəm? Fokus nöqtəmi bura verib baxsam necə olar? Tamam. Deməli, təkrar üçün deyirəm, yeni qoşulanlar var və fərqindəliyi olan insanlar üçün deyirəm. Birinci sual, münasibətlərdə təkrarlanan ən böyük problem nədir? Birinci sual bundan gedirik. İkinci sual, həyatıma daxil olan insanların ortaq xüsusiyyətləri nələrdir? Üçüncü sual, bunların hamısının bir-bir üzərində dayanacağım. Münasibətlərdə ən çox nədən qorxuram? Rədd edilmək, xəyanət, tərk edilmək, tək qalmaq, itirmək, yox sayılmaq, bunlara başlayaq ki, ad verə bilək. Başa düşək ki, mən konkret nə duyğu yaşayıram, nə qorxu yaşayıram ki, üzərində işləyə bilək. Çünki ondan sonra yalnız həll mexanizmi gəlir. Dördüncü sual, münasibətlərdə öz ehtiyaclarımızı ifadə edə bilirikmi, yoxsa susub qarşı tərəfin dəyişməsini gözləyirik? Çox vaxt insanlar nə edir? Susur, gedir hər hansı bir kənarda spiritual işlərdən məşğul olur və yaxud da ki, gedir psixoloqla işləyir, sanki qarşıdakı insan dəyişsin deyə. Amma mən özümə sual verməliyəm. Mən hansı hallarda susma zərurəti yaşayıram ki, bu cür hallar baş verə bilir? Beşinci sual və sonuncu sualdır. Əgər son 3 münasibətimə baxsam, orada təkrarlanan hansı oxşar döngü var? Son 3 münasibətə baxsam, orada təkrarlanan hansı oxşarlıq var? Tamam, mən sizlə qalmışdım. Deməli, 3-cü sualdan davam edirəm. Artıq demək olar ki, mən sizlə 1-lə 2-ni işlədim, 3-ə də avtomatik toxuldum. İstəyirsinizsə ki, siz suallarınızı yazın, mən suallar üzərindən gedim ki, sizə də daha rahat olsun. Münasibətlərdə ən çox nədən qorxursunuz? 3-cü sual, ən çox başınıza nə gəlsə konkret olaraq qorxarsınız. Tamam, mən buradan davam edim. Xəyanət edilməkdən və rədd edilməkdən qorxuram. Tamam, mən əgər xəyanətə məruz qalsam və rədd edilməkdən, mən xəyanətə məruz qalsam və davamlı rədd edilsəm nə baş verər? O zaman özümü necə hiss edərəm? Yəni, buna fokus nöqtəmizi bilək. Dördüncü sualımızdan davam edirəm. Münasibətdə öz ehtiyaclarımı ifadə edə bilirəmmi, yoxsa susuram? Çox insan öz ehtiyacını deyə bilmir. Məsələn, deyə bilmir ki, mənim sevgiyə ehtiyacım var, qayğıya ehtiyacım var, diqqətə ehtiyacım var, dəyərə ehtiyacım var, mənim, məsəl üçün, görülməyə ehtiyacım var, sadəcə olduğum kimi sevilməyə ehtiyacım var, pula ehtiyacım var, gəzməyə ehtiyacım var, nə bilim, filan şeyə ehtiyacım var. Çox insan deyə bilmir. Otururam, prosta başa düşsün, prosta anlasın. Nə bilim, özü bilmir güya, hiss etmir güya, dəyişsin də. Əgər mənim nəyisə ehtiyacım varsa, mütləq şəkildə bu ehtiyacımın da məsuliyyətini başa düşüb, qarşı tərəfə öz ehtiyacımı bildirməyi bir şəkildə öyrənməliyəm. Çünki mən yalnız ehtiyacımı bildirdiyim halda, qarşı tərəf mənim bu ehtiyacımı verə bilərmi, verə bilməzmi, artıq o zaman mən görürəm. Amma nəinki oturub susmaqla, dözməklə, gedib hər hansısa bir nələrsə etməklə dəyişəcəyini gözləmək. 5-ci sual və sonuncu sual, baxmalıyıq. Son 3 münasibətimdə hansı təkrarlanan oxşarlıq var? Məsələn, ola bilər ki, rədd edilmək var, tərk edilmək var, itirilmək var, yox sayılmaq var, dəyərsizlik var, yetərsizlik var. Nə var? Son 3 münasibətimi analiz etsəm, bu 3 münasibətimdə konkret olaraq nə görünür? Baxın, ümumiyyətlə, bir sual verəndə insanlar avtomatik olaraq cavaba fokuslanır ki, cavab verilsin. Konkret cavab və konkret həll heç zaman bir deyil. Çünki insanların yaşadığı hekayələr, insanların yaşadığı hisslər, insanların olduğu düşüncələr fərqlidir. Yəni, siz ümumi bir cavab heç bir zaman sizə kimsə deyə bilməz. Özü bir mütəxəssis əsla deyə bilməz. Mən hiss edirsinizsə sizi yönəldirəm. Sizə bayaqdan refleksiya sualları verirəm, interpretasiya sualları verirəm, açıq tipli suallar verirəm, ikili suallar verirəm, sizi düşünməyə təhrik edirəm. Sizin də bilsəz də, bilməsəz də şuuraltı olaraq proseslər gedir. Hələ sizi hazırlayıram ki, siz gələcəkdə terapiya alsanız və yaxud da bir psixoloqla işləsəz, başa düşəsiniz ki, mən nə yaşayıram və mən nəyin içindəyim. Çox insan bilmir, xaotik bir vəziyyətin içərisindədir, hisslər donuqdur, özünü analiz edə bilmir, amma konkret bir həll mexanizmi axtarır. Bu da özümüzü aldatmaqdır. Tamam mı? İndi mən çata baxıram. Daha sonra isə artıq yavaş-yavaş yekunlaşdırıram. Deməli, son 3 münasibətimi analiz etsəm, bir
problem yaşamışam, intizamsızlıq, rutinsizlik. Deməli, konkret olaraq nizamsızlıq deyək də. Yəni nizam nə demək istəyirsiniz? Bax yazdığınızda nə rutinsizlik nə deməkdir? İntizamsızlıq nə deməkdir? Yəni bununla nə demək istəyirsiniz? Yəni ki, davamlılıq mı olmayıb? Yəni burada konkret nə demək istəyirsiniz? Maddi, mənəvi güvənsizlik. Son 3 münasibətinizə baxsaz, maddi, mənəvi güvənsizlik. Aha, bu sizcə nəyi göstərir? Baxın, yaşadığınız problem sizə nə deyir? Salam, necəsən? Yaşadığın problem deyir ki, bax, mən buradayam. Mən sənə nəyisə göstərmək üçün buradayam. Mən sənin kölgə tərəfinəm. Sən bunu işləməlisən. Sən bunu öz üzərində həll etməlisən. Sənlə bunu işləmək lazımdır. Gəl bir yerdə işləyək. Amma sən nə deyirsən? İstər-istəməz ya onu günahlandırırsan, ya ata-ananı günahlandırırsan. Məsəl üçün deyirəm, bilməyərəkdən. Bəzi insanlar, hamı deməyim, və s. Səsli cavab təəssüf ki, yox, qəbul etmirəm, amma növbəti dəfələrdə düşünə bilərəm. Okey, deməli, bugün sizlə 5 sual təqdim elədim. Birinci əsas sualımız oldu. Deməli, münasibətlərdə eyni döngüləri yaşayıramsa, bu 5 sualı özümə verməliyəm. Bu 5 sual hansılardır? Təkrarlayıram. Münasibətlərdə təkrarlanan ən böyük problemim nədir? Birinci sualım budur. İkinci sualım. Həyatıma daxil olan insanların ortaq özəllikləri nələrdir? Bunlara baxmalıyam. Üçüncü sual. Münasibətlərdə ən çox nədən qorxuram? Rədd edilmək, tərk edilmək, itirilmək, tək qalmaq. Nədən qorxuram? Yəni konkret olaraq bunu özünüzdə ad verməyə çalışın. Aha, münasibətlərdə öz ehtiyaclarımı ifadə edə bilirəmmi, yoxsa qarşı tərəfin dəyişməsini mi gözləyirəm? Bu dördüncü sualdır. Beşinci sual. Əgər son 3 münasibətimə baxsam, orada təkrarlanan hansı oxşarlıqları görərəm? Bu 5 sual sizə kömək olacaq ki, münasibətlərdə təkrarlanan eyni döngü sxemlərini görəsiniz. Diqqət! Əgər cavablarınızda təkrarlanan nümunələr gördünüzsə, deməli bu problem münasibətlərdə deyil, münasibət qurma modelinizdə ola bilər. Bu modulda dəyişmək üçün mən sizə dəvət edirəm 4 iyul təşkil edəcəyim təlimdə. Bu təlimdə iştirak etmək istəyirsinizsə, mən webinarlar qrupumda döngü sözünü yazacağam. Hər kəsi qəbul etmirəm. Həqiqətən öz üzərində işləmək istəyən insanlarla qəbul edirəm. Bunların bir daha şuuraltı mexanizmdən terapevtik şəkildə, texnika ilə təlim prosesində sizinlə işləyəcəm. Bugün isə bizə aydın oldu ki, artıq həyatımda nə baş verir, mən nə üçün eyni döngünün içərisindəyəm, mən ən çox hansı duyğuları yaşayıram, mənim ən çox hansı qorxularım var, nə səbəb olur ki, mən bu eyni döngünün içərisindəyəm. Suallarınız varsa chat hissədən verə bilərsiniz. Suallarınız yoxdursa, mən sizlə yavaş-yavaş sağollaşıram. Növbəti təlimdə artıq sizlə texnika ilə, terapevtik yolla işləməyə dəvət edirəm. Nəzrin xanımdan da xahiş edəcəm ki, qrupda mənim nömrəmi qoysun. Kimsə əgər tam şəkildə terapevtik yol keçmək istəyirsə, mən öz 4 yıl keçirəcəyim təlimə gözləyirəm. Gələ bilərsiniz. Kim də istəməsə bu təlimdən də artıq məncə çox fayda götürdünüz. Hələ ki bu etap sizə kifayət idi. Növbəti addıma yavaş-yavaş getmək lazımdır. Recording stopped. Suallara baxaq. Mən sizə bir söz deyim. Hədiyyə bu təlim oldu. Hədiyyə 4 yıl keçirəcəyim təlimə bir jest oldu ki, sizi dəvət edirəm. Gəlin terapevtik şuuraltı olaraq işləyək. Hədiyyə bu oldu. Öz üzərinizdə işləmək üçün özünüzə hədiyyə edin. Və hədiyyə oldu ki, siz bu təlimdən ödənişsiz nə qədər faydalandınız. Yəni bundan gözəl nə hədiyyə ola bilər ki, biri sizə Zoom link atıb, sizlə ödənişsiz işləyir, deyirəm suallarınızı yazın, cavablandırın, düşüncələrinizi bölüşün, duyğularınızı bölüşün. İstəyən şəxslər yazdı, işləri olan şəxslər də bugün məşğul oldu. Yəni bundan daha gözəl nə ola bilər ki? Ətraflı məlumat üçün şəxsiyə yazarsınız, məlumat verərəm. Bu cür. Səsli niyə danışmıram? Çünki, baxın belə deyək, səsli ümumiyyətlə heç kəslə danışmıram. Şəxsdə yazanda mən suallarla sizi yönəldirəm. Artıq bir insan öz üzərində işləmək istəyirsə, bəli, mən onu avtomatik olaraq dəvət edirəm fərdi sessiyaya. Və avtomatik dəvət edirəm aktiv şəkildə terapevtik təlimə. Çünki insan iki şəkildə dəyişə bilər. Ya məsuliyyət götürməlidir ki, bu problem məndə var, okey, mən ödənişsiz 1% də olsa nəyinsə fərqində oldum. Artıq mən hərəkətə keçməliyəm ki, məndə nəyinsə dəyişsin. Davamlı oturub gözləməklə, davamlı eləməklə bu müəyyən bir etapa qədər məndə işləyir.
Müəyyən etapdan sonra yenə eyni döngüdə oluram. Ta ki terapevtik dəstək götürənə qədər. Terapevtik dəstək götürməyəndə bəzən prosesimiz belə deyim də, uzun ola bilər. Məsələn, siz ödənişsiz bir var ki, məsələn deyirəm, insandan insana dəyişir. İnsan var ödənişsiz bir dəfə nəysə yaşayanda fərqində. Elə insan var ki, illər lazımdır ki, o ödənişsizdən nəticə götürsün. Amma ödənişlidə bəlkə də o bir ay normal terapevtik sessiyalarını alsa, bütün problemlərini yaxşı mənada qaydasına qoyma gücünə malik ola bilir. Yəni insandan insana dəyişir. Məsələ budur. 4 il keçirəcəyim təlimim isə sırf praktikdir. Aranızdan qeydiyyatdan keçən şəxslər də var burada. Qeydiyyatdan keçmək istəyən şəxslər də var buradan. Yəni fərqindəyəm. Kim istəyirsə, bir də qeyd edim ki, bu təlim hələ ki ilk və son dəfə olacaq. Ondan sonra isə artıq qrup sessiyaları və klubla bağlı kim istəsə mənimlə bərabər işləmək, orada da hər birinizi gözləyəcəm. Diqqətiniz üçün təşəkkür edirəm. Nəzrin xanıma da təşəkkür edirəm ki, empati tədris mərkəzi məni dəvət etdi. Sizlə bərabər oldum, bölüşdüm, fərqindəlik qazandınızsa nə xoş mənə. Sözünüz varsa buyurun Nəzrin xanım, mən yekunlaşdırmaq istəyirəm.